Bu əlimdə gördüyünüz smartfonun nə az nə çox düz 33.000 mAh batareya həcmi var. Bu günə qədər gördüyüm ən böyük batareya həcminə sahib olan smartfon ola bilər. Mobil Dünya Konqresi çərçivəsində Auctel brendi tərəfindən təqdim olunubdur. Auctel WP100 Titan modeldir. Ekstremal şəraitlər üçün nəzərdə tutulubdur. 66 vatlıq naqilsiz formada sürətli enerji yığmanı dəstəkləyir. Eyni zamanda powerbank kimi də istifadə oluna bilər. Özündən 18 vatlıq sürətli formada enerji ötürə bilir ki, təqribən 5000 mAh tutumu olan smartfonu 6 dəfə enerji ilə tam olaraq təchiz eləyə bilər. Lakin bu smartfonun digər xüsusi özəlliyi də yuxarı hissəsində olan proyektor imkanıdır. Baxın, bu formada görüntünü qarşı ekrana proyeksiya eləyə bilir. Hər hansısa bir videonu izləmək istəyirsiniz deyək ki, qarşıda bu formada ekrana ötürmək olur. Bu smartfon ekstremal şəraitlər üçün nəzərdə tutulduğuna görə IP68 və 69 sertifikatına da sahibdir. Arxa hissəsində də qaranlıq əraziləri işıqlandırmaq üçün böyük bir fənəri var. Hətta bu fənərin nə qədər güclü olduğunu sizə göstərmək istəyirəm. Buraya daxil oluruq və fənəri tam olaraq yandırıram. Həqiqətən, burada bilmirəm tam olaraq görsənir yoxsa yox, amma böyük bir ərazini qaranlıq mühitdə işıqlandırmaq imkanına sahibdir. Auctel'in bu smartfonu həqiqətən Mobil Dünya Konqresində marağa səbəb olub. İşin texniki tərəfində smartfon MediaTek Dimensity 7300 prosesorundan güc alır. 200 megapiksellik əsas kamerası var. 16 GB-lıq RAM həcmi və 512 GB-lıq da daxili yaddaşa sahibdir. Bax, bu gördüyünüz nəhəng cihaz. Auctel'in Barcelonada nümayiş elətdirdiyi daha bir maraqlı cihaz WP200 Pro modeldir. Hal-hazırda əlimdə görürsünüz. Arxa hissədə kamera blokunun daxilində belə bir ekran var. Lakin bunu təkcə ekran adlandırmaq olmaz. Bu düyməni basmaq kifayət edir ki, bu ekran buradan ayrılsın və ekranı çıxardıb ayrılıqda ağıllı saat kimi istifadə etmək olur. Sadəcə kəmərin daxilinə yerləşdirmək lazımdır. Tək ağıllı saat deyil, eyni zamanda naqilsiz qulaqlıqdır. Smartfon MediaTek Dimensity 8200 prosesorundan güc alır. Android 15 ilə gəlir, 24 GB-lıq RAM həcmi və 1 TB-lıq daxili yaddaşı var. 8800 mAh nəhəng batareyası var və bu batareya 33 vatlıq naqilli formada sürətli enerji yığmanı dəstəkləyir. IP68, IP69 sertifikatı da bu cihazda var.